Adil yenə kitabxanadan üzündə təbəssümlə çıxdı. Sanki ona ən sevdiyi hədiyyəni bağışlamışdılar. Əlindəki qəhvəyi üzlü kitabı sinəsinə elə bərk sıxmışdı ki, elə bil yerə düşəcəkdi. O hər ay kitabxanadan kitab götürər, oxuyar və geri qaytarardı. Oxuduğu müddətdə isə kitabı elə səliqəli saxlayardı ki, hətta kitabın özündə qopuq, cırıq varaq olsaydı, onu təmir edərdi. Kitaba sevgi ona anasından keçmişdi. Anası Səriyyə xala rayon kitabxanasında kitabxanası işləyərdi. O hər gün evdə kitabxana haqqında maraqlı əhvalatlar danışardı. Lakin indi səhhəti ilə əlaqədar daha kitabxanada işləmirdi. O Adilin ayda bir dəfə məktəblərinin kitabxanasından kitab alıb oxumasına görə onu tərifləyir və qolqanat verirdi. Adil sinifdə Rauf adlı oğlanla otururdu. Rauf xaraktercə çox paxıl və kobud oğlan idi. Yoldaşları nə qədər çalışsalar da, onun bu xoşagəlməz xasiyyətlərini tərk edə bilmirdilər. Hətta Rauf yalançı uşaq kimi də məktəbdə ad qazanmışdı. Beləcə sinif yoldaşları, hətta məktəb yoldaşları, qonşu uşaqları da Raufdan ayrı gəzirdilər. Raufun atası vaxtsız dünyasını dəyişmiş, anası da çörək pulunun dərdindən səhər çıxıb axşam gəlirdi. Ona görə də o, Raufun nə dərsinə, nə də tərbiyəsinə vaxt ayıra bilmirdi. Rauf da bu nəzarətsizlikdən sui istifadə edirdi. O, anasının əziyyətlə qazanıb, ona verdiyi yemək pulunu aparıb, qonşuluqdakı kompüter salonunda saatlarca oyun oynayır, dərslərinə yaxşı hazırlaşmırdı. Rauf Adilin kitaba məhəbbətindən xəbərdar idi və həmişə ona kinayə ilə gülürdü. Adil isə ona əhəmiyyət vermirdi. Bu gün də Adil kitabxanadan aldığı kitabı gətirib çantasına qoydu. Uşaqlar onun başına yığışıb kitabla maraqlanırdılar. Adil ilə keçən bu mehriban söhbət artıq Raufun qara qəlbini qıcıqlandırırdı. O ürəyində nə isə fikirləşərək dedi: indi gör səni necə peşman edərəm. Adil tənəffüsdə idman paltarlarını götürərək birinci mərtəbəyə idman zalına düşdü. Uşaqlar da bir göz qırpımında idman zalına getdilər. Onlara idman dərsi idi. Məktəb çantası sinif otağında qalmışdı. Rauf bu fürsəti əldən vermək istəmədi. Çünki sinifdə heç kəs yox idi. Rauf tez Adilin çantasını açaraq kitabxanadan götürdüyü kitabı çıxardı. Kitabın orta hissəsindən 3-4 vərəq cırdı. Sonra kitabı yerinə qoydu. Cırılmış vərəqələri isə öz çantasına qoydu. Çantanın ağzını bağladı və şübhə yaratmamaq üçün səliqəyə saldı. Sonra özü də idman paltarlarını götürüb zala getdi. Aradan bir neçə gün keçmişdi, amma Adil çox bikef idi. O kitabın cırılmış vərəqləri haqqında kitabxanaçıya məlumat vermişdi. Lakin kitabxanaçı ona inanmamış. Kitabların vərəqlərini onda cırıldığını qeyd etmişdi. Bu tənə Adilə çox pis təsir etmiş və sarsılmışdı. Kitabxanaçı Adilin necə məsuliyyətli və səliqəli olduğunu bilirdi. Hətta ona kitab verərkən adını jurnala belə qeyd etmirdi. Adil bu inamı qazanmışdı, lakin kitabı Adilə verməmişdən əvvəl yoxladığı üçün vərəqlərin Adildə cırıldığına əmin idi. Adilin bu halı Raufa ləzzət eləyirdi. O bilirdi ki, Adil niyə bikefdir. Adil isə hələ də düşünə-düşünə qalmışdı.
Axı vərəqləri kim cıra bilərdi? O həm təəssüf hissi keçirir, həm də vicdanının rahatlığından özündə təskinlik tapırdı. Bir gün müəllimənin bu sualı Raufun xarakterində böyük dəyişiklik elədi. Uşaqlar, kim axşam yatanda öz vicdanına hesabat verir? Güloğlan dedi. Müəllimə, vicdan nə deməkdir? Müəllimə cavab verdi. Vicdan sizin daxilinizdə olan, gözlə görünməyən, əllə toxunulmayan məninizdir. Vicdan sizin danışdıqlarınız yalanları, doğruları, etdikləriniz pislikləri, yaxşılıqları, hər şeyin doğrusunu biləndir. Onu aldatmaq olmaz. O aldanmır. Onda heç nə gizlin qalmır. O səni etdiyin pis əməllərə görə mühakimə edir, ittiham edir, səni doğru yola səsləyir. Deyəsən müəllimə cırılmış vərəqdən xəbərdar idi. Yoxsa durub durarkən niyə belə sual versin ki? Rauf dərin fikrə getmişdi. O düşünürdü ki, bəs mən vicdanıma nə deyim? Müəllimənin davam edərək 10 dəqiqə etdiyi məruzə Raufu deyəsən təsirləndirmişdi. Çünki kim etdiyi səhv hərəkətdən peşman olub, üzr istəsə, onun vicdanındakı qara ləkələr təmizlənəcək. Kim etiraf etməyib gizləsə, onun vicdanını daha çox qara ləkələr basacaq və həmin adam sonda pis insana, insanlar tərəfindən sevilməyən, paxıl, nankor, xudbin, riyakar insana çevriləcəkdir. Ona görə də səhv etməyin. Əgər səhv etsəniz də, həmişə səhvinizi boynunuza alıb üzr istəyin və peşiman olun ki, bir daha pis hərəkətləri təkrar etməyəsiniz. Deməsi artıq Raufun həqiqətən də vicdanını oyatdı. O qalxıb üzünü müəlliməyə tutub dedi. Müəllimə, mən bir səhv hərəkət etmişəm. Adilin kitabxanadan götürdüyü kitabın vərəqlərini cırmışam. Ona görə də Adildən üzr istəyirəm. Uşaqların gözləri Raufa zillənmişdi. Müəllimə isə istədiyinə nail olduğu üçün həm sevinir, həm də bu sevincini biruzə verməməyə çalışırdı. Adil isə özünü elə bil uzun müddətdir itən əşyasını tapmışdır kimi hiss eləyirdi. Onun baxışları müəllimə ilə toqquşdu. Hər ikisi artıq daxilən rahatlaşdılar və bunu baxışları ilə bir-birinə ötürdülər. Çünki 2 gün əvvəl Adil bu hadisəni müəlliməsinə həyəcanla danışanda müəllimə onu inandırmışdı ki, o bu xoş olmayan iş görəni tapacaq və onun səhvini başa salacaq ki, bir də belə bir iş tutmasın. İndi Adil həm kitabın vərəqlərini cıranın kim olduğunun məlum olmasına, həm də bir kobud, paxıl yoldaşının öz səhvlərini başa düşərək peşman olub bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verməsinə sevinir, özünü xoşbəxt hiss eləyirdi. Artıq Rauf həm müəlliməsinə, həm də yoldaşlarına söz verdi ki, vicdanını qara ləkələrdən təmizləyəcək və onu pak saxlayacaq.